Şəhid əmisinin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan Qurbanov Şəmsəddin Zeynaloğlu 1993-cü il iyun ayının 21-də Zaqatala rayonunun Muxaq kəndində anadan olub. O 1999-cu ildə Zaqatala rayonunun Muxaq kəndi Elman Feyziyev adına 3 sayılı natamam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. O, Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olur. O, 2015-ci ildə Ali Hərbi məktəbi bitirdikdən sonra leytenant kimi xüsusi təyinatlı qüvvələrin kursuna seçilir. Kurs müddəti dövründə aprel döyüşlərində iştirak edib. Kapitan Şəmsəddin Qurbanov xüsusi təyinatlı qüvvələrin mənsubu kimi 2-ci Qarabağ müharibəsində böyük şücaətlər göstərib. O, Murov dağın, Cəbrayılın, Füzulinin, Şuşanın işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. O, 2020-ci il noyabrın 9-da Şuşa şəhəri ərazisində döyüş tapşırığı icra etdiyi zaman ağır yaralanır. Döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən vətən uğrunda, igidliyə görə Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin, Şuşanın azad olunmasına görə medalları, həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunub.